Hamıya salam. Bugünkü videoda çevrə mövzusundan 9-cu sinif buraxılış imtahanına düşmüş sualların izahını paylaşacağım. Başlayaq sualların izahına. Birinci sual. Radius 5 cm olarsa çevrənin diametri neçə santimetrdir? Çevrənin diametri radiusun 2 mislinə bərabərdir. Onda 2 vurulsun 5. Cavab olur 10. İkinci sual. Sahəsi 64 pi olan dairənin radiusunu tapın. Dairənin sahəsini S bərabərdir pi r kvadratı düsturu ilə hesablamaq olar. Bu ifadəni 64 piyə bərabər eləyək. Pilər ixtisar gedir. R-in kvadratı 64-ə bərabərdirsə, onda r olur 8. Cavab C variantı. Üçüncü sual. Çevrənin mərkəzi O nöqtəsi, bucaq AOD 110 dərəcə, bucaq DOC 100 dərəcə və bucaq BOC 80 dərəcə olarsa, bucaq AOB-ni tapın. Bucaq AOD 110 dərəcədir. Bura 110-dur. Bucaq DOC 100 dərəcədir. Bucaq BOC 80 dərəcədir. Bucaq AOB-ni tapmaq üçün 360 dərəcədən bu bucaqların cəmini çıxmaq lazımdır. 360 çıxılsın, 110 üstəgəl 100 üstəgəl 80 bərabərdir. 360 çıxılsın, 290 bərabərdir 70 dərəcə. Cavab B variantı. Dördüncü sual. Uzunluqları nisbəti 6 olan iki çevrənin radiuslarının nisbətini tapın. Çevrənin uzunluq düsturunu yazaq. L bərabərdir 2 pi r. Buradan görünür ki, çevrənin uzunluğu onun radiusu ilə düz mütənasib olur. Onda C1 bölünsün C2 bərabərdir R1 bölünsün R2. Bu da bərabər olur 6-ya. Cavab B variantı. 5-ci sual. Radiusu 6 cm olan çevrənin diametrini tapın. Diametr radiusun 2 mislinə bərabərdir. 6 vur 2, cavab olur 12. 6-cı sual. KM3, MP6, YM2 olarsa MN-i tapın. Kəsişən vətərlərin belə bir xassəsi var. Bölündüyü parçaların hasili bir-birinə bərabər olur. 6 vurulsun 3 bərabərdir 2 vurulsun x-ə. X bərabərdir 18 bölünsün 2. Cavab olur 9. 7-ci sual. Şəkilə əsasən x-i tapın. X daxilə çəkilmiş bucaqdır. 80 dərəcə isə mərkəzi bucaqdır. Belə bir qayda var ki, daxilə çəkilmiş bucaq mərkəzi bucağın yarısına bərabər olur. Onda x-in qiyməti olacaq 80-in yarısı, yəni 40. 8-ci sual. Uzunluqları nisbəti 7 olan iki çevrənin radiusları nisbətini tapın. Əvvəlki çalışmada qeyd etdiyim kimi, çevrənin uzunluğu onun radiusu ilə düz mütənasib olur. Uzunluqları nisbəti 7-dirsə, radiusları nisbəti də 7-yə bərabər olur. 9-cu sual. Sahəsi 81 pi olan dairənin diametrini tapın. Sahənin düsturu pi r kvadratıdır. Bərabərdir 81 piyə. Pilər ixtisar gedir, r bərabər olur 9-a. Diametr radiusun 2 mislinə bərabərdir. 9 vurulsun 2, cavab olur 18. 10-cu sual. Çevrəyə aid olanları seçin. Vətər çevrəyə aiddir. Bu vətərə aid bir nümunə olsun. Diametr də çevrəyə aiddir. Diametr çevrənin ən böyük vətəridir. Mərkəzdən keçir. Hündürlüyü 3 bucağa və bəzi 4 bucaqlara aiddir. Median isə 3 bucaqlara aid olur. Cavab olur 1, 2, Y variantı. 11-ci sual. AC 4, CD 5 olarsa, AB parçasının uzunluğunu tapın. Toxunanla kəsən arasında belə bir əlaqə düsturu var. Toxunanın kvadratı kəsənin çevrənin xaricində qalan hissəsi ilə kəsənin ümumi uzunluğu hasilinə bərabər olur. 4 vurulsun 9, x kvadratı bərabərdir 36, x bərabər olur 6-ya. Cavab C variantı. 12-ci sual. Bucaq ABD x üstəgəl 50 dərəcə, bucaq ACD 3x üstəgəl 10 dərəcə olarsa, x-i tapın. Şəkilə baxanda görürük ki, bucaq ABD
və bucaq ASD bərabər bucaqlardır. Çünki bu bucaqlar daxilə çəkilib və söykəndikləri qövsün dərəcə ölçüləri bir-birinə bərabərdir. Yəni eyni qövsə söykəniblər. Ona görə də bu iki bucağın dərəcə ölçüsü bir-birinə bərabər olur. X üstəgəl 50 bərabərdir 3x üstəgəl 10-a. 2x bərabərdir 40-a, x bərabərdir 20-yə. Cavab olur Y variantı. 13-cü sual. AB və AC toxunanları üçün AB üstəgəl AC 50 cm olarsa, AC parçasının uzunluğu neçə santimetr edər? Çevrəyə eyni nöqtədən çəkilmiş toxunanların uzunluqları bir-birinə bərabər olur. Yəni AB ilə AC-nin uzunluğu bir-birinə bərabərdir. Hər birinə x desək, 2x bərabərdir 50, x bərabərdir 25 olar. AC-nin uzunluğu olur 25. 14-cü sual. Çevrənin KP və YN vətərləri M nöqtəsində kəsişirlər. KM 4, MP 9, YM 3 olarsa, MN vətərinin uzunluğu neçə santimetr edər? Şərtdə kiçik bir problem var. Burada MN vətər deyil, sadəcə vətərin ayrıldığı hissədir. Ona görə də MN parçasının uzunluğunu tapmaq lazımdır. Belə bir qayda var. Kəsişən vətərlərin bölündüyü hissələrin hasili bir-birinə bərabər olur. 9 vurulsun 4 bərabərdir 3 vurulsun x-ə. X bərabərdir 36 bölünsün 3. 12. 15-ci sual. Çevrənin KP və YN vətərləri M nöqtəsində kəsişirlər. KM 3, MP 12 və YM 4 olarsa, YN vətərinin uzunluğu neçə santimetr olar? Əvvəlki çalışmada qeyd etdiyim qaydanı burada tətbiq edək. 3 vur 12 bərabərdir 4x-ə, x bərabərdir 36 bölünsün 4, 9-a. Bizdən YN vətərinin uzunluğunu soruşur. YN vətərinin uzunluğunu tapmaq üçün x ilə 4-ü toplamaq lazımdır. 9 üstəgəl 4, cavab olur 13. 16-cı sual. Radiusları nisbəti 6/1 olan daxildən toxunan iki çevrənin mərkəzləri arasındakı məsafə 20 cm olarsa, böyük çevrənin radiusunu tapın. Şəkli təsvir elədik. Kiçik çevrənin radiusuna x desək, böyük çevrənin radiusu olacaq 6x. Bura olsun x, burada olsun x. Onda buradakı məsafə olacaq 6x çıxılsın 2x. Olur 4x. Çevrələrin mərkəzləri arasındakı məsafə 4x üstəgəl x 5x-ə bərabərdir. Bu 20 cm-dirsə x olur 4. Böyük çevrənin radiusu olacaq 6 vur 4, 24. Cavab D variantı. 17-ci sual. O mərkəzli çevrədə bucaq AOC 124 dərəcə olarsa, bucaq AOB-nin dərəcə ölçüsünü tapın. Burada BC diametrdir. BC diametrdirsə, onda bura olacaq 180 dərəcə. Bucaq AOB-ni tapmaq üçün 180 dərəcədən 124 dərəcəni çıxmaq lazımdır. Cavab olur 56. 18-ci sual. Çevrənin AB vətərinə M nöqtəsindən toxunanlar çəkilib. Bucaq ABM 70 dərəcə olarsa, bucaq AMB-ni tapın. Şəkli təsvir elədik. Bucaq ABM 70 dərəcədir. Eyni nöqtədən çəkilən toxunanlar bir-birinə bərabərdir. Burada bərabər yalnız bucaq əmələ gəldi. Bura 70-dirsə, burada 70 olur. Çünki oturacağı bitişik bucaqlardır. 70-70, bu iki bucağın cəmi olur 140. Təpə bucağını tapmaq üçün 180-dən 140-a çıxmaq lazımdır. Onda AMB bucağı olacaq 40 dərəcə. 19-cu sual. X-i tapın. Əvvəlki çalışmalarda qeyd etdiyim qaydanı burada tətbiq edək. 4 vurulsun x bərabərdir 2 vurulsun 5. X bərabərdir 10 bölünsün 4. Cavab olur 2,5. 20-ci sual. O mərkəzli çevrədə bucaq MOC 36 dərəcə olarsa, MC qövsünü tapın. MOC bucağı mərkəzi bucaqdır. MC isə onun söykəndiyi qövsdür. Mərkəzi bucaq ilə onun söykəndiyi qövsün dərəcə ölçüsü həmişə bir-birinə bərabər olur. Bu bucaq 36 dərəcədirsə, onda MC qövsü də 36 dərəcə olacaq.
21-ci sual. Bucaq B bölünsün bucaq A bərabərdir 2/3. BMD qövsü 160 dərəcədir. MNC qövsünü tapmaq tələb olunur. Bucaq B'yə 2x yazaq. Bucaq A'ya isə 3x yazaq. MNC qövsü bucaq B'nin söykəndiyi qövsdür. Bu bucaq daxilə çəkilmiş bucaqdır. Ona görə də söykəndiyi qövsün yarısına bərabər olur. Onda MNC qövsünün dərəcə ölçüsü olacaq 4x. BMD'nin dərəcəsini 160 verib və belə bir düsturumuz var. Bundan bu qövsün dərəcə ölçüsünü çıxsaq və 2-yə bölsək, A bucağını taparıq. 160 çıxılsın 4x bölünsün 2 bərabərdir bucaq A'ya, yəni 3x-ə. Bu tənliyi həll edək. 160 çıxılsın 4x bərabərdir 6x-ə, 10x bərabərdir 160-a, x bərabər olur 16-ya. MNC qövsünün dərəcə ölçüsünü 4x ilə işarə eləmişdik. 4-ü vururuq 16-ya, cavab olur 64. 22-ci sual. Şəkilə əsasən x-i tapın. Şəkildən görünür ki, üçbucaqların iki bucağı bir-birinə bərabərdir. Əlavə olaraq bunu deyə bilərik ki, bu bucaqlar qarşılıqlı bucaqlar olduğuna görə bir-birinə bərabərdir. Üç bucağı bərabərdirsə, deməli, bu üçbucaqlar oxşar üçbucaqlar olur. Oxşarlığa görə x-i hesablayaq. İlk öncə bucaqlara ad verək. Sualın şərtində kiçik bir səhvlik var idi. Buranı 6 vermişdilər, amma 6 bura olmalıdır. İndi hesablayaq. Bu üçbucaqda alfanın qabağında duran 10-un, ikinci üçbucaqda alfanın qabağında duran 6-ya nisbəti bərabərdir. Birinci üçbucaqda qammanın qabağında duran x-in, ikinci üçbucaqda qammanın qabağında duran 3-ə nisbəti. X bərabərdir 10 vurulsun 3, 30, 30 bölü 6, 5. Cavab 5. 23-cü sual. Sahələri fərqi 16 pi olan dairələrin radiusları fərqi 2 olarsa, onların radiusları hasilini tapın. Sahələri fərqini yazaq. Pi R1-in kvadratı çıxılsın. Pi R2-nin kvadratı bərabərdir 16 piyə. Hər tərəfdən pi-ni ataq və müxtəsər vurma düsturunun köməyi ilə bu ifadəni qruplara ayıraq. R1 çıx R2, R1 üstəgəl R2 bərabərdir 16. Radiusları fərqi 2-dir. Bura 2 yazsaq, onda R1 üstəgəl R2 bərabər olur 8-ə. R1 çıx R2 2-yə bərabər idi. Bunu həll eləyək. Tərəf-tərəfə toplayaq. 2 dənə R1 bərabər olur 10-a. R1 bərabər olur 5-ə. R2 bərabərdir 8 çıxılsın 5, yəni 3. Radiusları hasili olur 5 vurulsun 3, 15. 24-cü sual. Çevrənin radiusu 6 cm olarsa, A nöqtəsindən çevrənin mərkəzinə qədər məsafəni tapın. Çevrənin mərkəzini və onun radiuslarını qeyd elədim. Belə bir qayda var ki, radius toxunma nöqtəsində toxunana perpendikulardır. Bunu da qeyd elədim. Çevrənin mərkəzi ilə bucağın təpə nöqtəsini birləşdirsək, bu xətt olacaq tən bölən. 60 idisə 30-30 bölünür. Çevrənin radiusunun 6 olduğunu bilirik. 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabər olur. Deməli, AO məsafəsi bərabər olacaq 6-nın 2 qatına, 12-yə. Cavab olur 12. 25-ci sual. Uzunluğu 24 pi olan çevrənin radiusunu tapın. Çevrənin uzunluq düsturu 2 pi-dir, bərabərdir 24 pi-yə. Hər tərəfi pi-yə bölürük. R bərabər olur 12-yə. 26-cı sual. O çevrənin mərkəzi bucaq ABD 70 dərəcə olarsa, bucaq AOB-ni tapın. Bura 70 yazaq. Bizdən bucaq AOB-nin qiymətini soruşur.
Əgər bu bucaq 70 dərəcəyə bərabərdirsə, onda AB qövsünün qiyməti olacaq 140 dərəcə. Bucaq AOB, AB qövsünə söykənən mərkəzi bucaqdır. Mərkəzi bucağının qiyməti söykəndiyi qövsünün qiymətinə bərabər olur. Deməli, bucaq AOB-nin qiyməti olacaq 140 dərəcə. 27-ci sual. B nöqtəsindən çevrəyə BA toxunanı və BM kəsəni çəkilmişdir. AB 6, BM 9 olarsa, BC-ni tapın. BC-yə x yazsaq, ümumi uzunluq 9-dur. Onda bura olacaq 9 çıxılsın x. Əvvəlki çalışmada qeyd etdiyim kimi, toxunanın kvadratı bərabərdir bu hissə ilə kəsənin ümumi uzunluğunun hasilinə. X vurulsun 9-a. 9x bərabərdir 36, x bərabər olur 4-ə. 28-ci sual. O mərkəzi çevrədə alfa bucağı betadan 60 dərəcə azdır. Qammanı tapın. Şəkildə bu iki tərəfin bir-birinə bərabər olduğu verilib. Onda bu üçbucaq bərabər yanlı üçbucaq olur. Bura alfadırsa, burada alfa olmalıdır. Alfaya x desək, beta olacaq x üstəgəl 60. Çünki alfa bucağı betadan 60 dərəcə azdır. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. 2 alfa üstəgəl beta bərabərdir 180. Alfanın yerinə x yazaq, betanın yerinə x üstəgəl 60 bərabərdir 180. 3x bərabərdir 120, x bərabər olur 40-a. B bucağı 40 üstəgəl 60, 100 dərəcəyə bərabər olur. Beta bucağı daxilə çəkilmiş bucaqdır. Onun söykəndiyi qövsün qiyməti isə onun 2 qatına bərabərdir. Yəni bu qövsün qiyməti olur 200. Bura 200-dür. Tam bucaq isə 360 dərəcəyə bərabərdir. Onda bu qövsün dərəcə ölçüsü olacaq 360 çıxılsın 200, yəni 160. Qamma bucağı mərkəzi bucaqdır. 160 dərəcəli qövsə söykənir. Onda qammanın qiyməti olacaq 160 dərəcə. 29-cu sual. Diametri D olan çevrənin uzunluğu düsturunu tapın. L bərabərdir 2pi R-ə. 2L D-yə bərabərdir. Düstur olacaq pi D. 30-cu sual. Radiusu 7 cm olan dairənin sahəsini tapın. S bərabərdir pi R kvadratı. R-in yerinə 7 yazsaq, cavab olacaq 49 pi. 31-ci sual. Diametrə perpendikular olan vətər diametri 5 cm-lik və 45 cm-lik hissələrə ayırır. Vətərin uzunluğunu tapın. Şəkli təsvir elədik. Bura olur 5 cm, bura olur 45 cm. Əgər diametr vətərə perpendikulardırsa, vətəri 2 bərabər hissəyə bölür. Burada x olur, burada x olur. Kəsişən vətərlərin xassəsinə görə x vur x bərabərdir 45 vurulsun 5. X-in kvadratı bərabərdir 225, x bərabər olur 15-ə. Vətərin uzunluğu 2x-ə bərabərdir, yəni 2 vurulsun 15, cavab olur 30. 32-ci sual. O mərkəzi çevrədə bucaq ODB-ni tapın. Bu bucaq 90 dərəcədirsə, söykəndiyi qövsün dərəcəsi də 90-a bərabər olur. Bu qövs 90-dırsa, onda bu qövsün dərəcə ölçüsü olacaq 360 çıxılsın 90, yəni 270. Bucaq ABD 270 dərəcəli qövsə söykənən daxilə çəkilmiş bucaqdır. Onda bucaq ABD-nin dərəcə ölçüsü 270-in yarısına bərabər olur. 135 dərəcə. Bura oldu 135 dərəcə. ODBA bir dördbucaqlıdır. Daxili bucaqların cəmi 360 dərəcəyə bərabər olur. Onda bucaq ODB-ni tapmaq üçün 360-dan qalan 3 bucağın cəmini çıxmaq lazımdır. 360 çıxılsın 90 üstəgəl 50 üstəgəl 135 bərabərdir 360 çıxılsın
275. Cavab olur 85. 33-cü sual. Bucaq BAC 40 dərəcə olarsa, BC görsün dərəcə ölçüsünü tapın. BAC bucağı daxilə çəkilmiş bucaqdır. BC isə onun söykəndiyi gözdür. Onda BC görsünün dərəcə ölçüsü 40-ın 2 qatına bərabər olur. BC görsünü yarıya bölsək, bucaq BAC-nin qiymətini taparıq. BC görsünün dərəcə ölçüsü olur 40 vurulsun 2, 80. 34-cü sual. Mərkəzi O olan çevrədə bucaq ABO 30 dərəcə, bucaq ACO 24 dərəcə olarsa, bucaq BAC-nin dərəcə ölçüsünü tapın. BAC bucağı olsun alfa və bu daxilə çəkilmiş bucaqdır. BOC bucağı isə olacaq 2 alfa. Çünki daxilə çəkilmiş bucağın söykəndiyi qövsə söykənib. BAC bucağının söykəndiyi qövs budur. Mərkəzi bucaqda eyni qövsə söykənib. Qövsün dərəcə ölçüsü 2 alfadırsa, mərkəzi bucağında dərəcə ölçüsü 2 alfa olur. Belə bir düstur var ki, bu 3 dənə bucağın cəmi buradakı bucağa bərabər olur. 30 üstəgəl alfa üstəgəl 24 bərabərdir 2 alfaya. Alfa bərabər olur 54-ə. BAC bucağının dərəcə ölçüsü də alfa idi. Cavab olur 54. 35-ci sual. Mərkəzi O nöqtəsində olan çevrədə AB və AC vətərləri çəkilmişdir. AB AC-yə bərabərdir. Bucaq AOB 100 dərəcə olarsa, bucaq COA-nı tapın. Şəkli təsvir elədik. AB AC-yə bərabərdir. Bucaq AOB 100 dərəcədir. Bura 100 dərəcə olur. Belə bir qayda var. Bu iki parça bir-birinə bərabərdirsə, onların ayırdığı qövslərin dərəcə ölçüləri də bir-birinə bərabər olur. Bu mərkəzi bucağın dərəcə ölçüsü 100-dürsə, buranın da dərəcə ölçüsü olur 100. Bərabər olduğuna görə burada 100 olur. Onda bucaq COA-nın dərəcə ölçüsü də 100-ə bərabər olur.